yoldaşım. Bizim layihəmiz neftin fitomelorasiya üsulu ilə təmizlənməsidir. Yəni bitki əkmək üsulu ilə. Və biz bu layihəyə başladıqda Binəqədi rayonunun getdik ki, müşahidə edək ki, bu nə dərəcədə çiklənib. Və biz orada azlancaqlı bir halla qarşılaşdıq. Orada buruqların ətrafında yaşayış yerləri vardır və bu qəti olmaz ki, bu buruqların ətrafında yaşayış yerləri olsun. Artıq Azərbaycanda 160 ildir ki, neft çıxarılır və buruqlar yararsız hala düşüb. Onlardan 1 ton çıxarılmış neftdən 160 ildir çıxarılır və o 1 ton çıxarılmış neftin 98%-i sudur, 2% zəmin nefti. Bu da çox səmərəsizdir. Və biz istəyirik ki, buruqlar artıq orada xərab olmuş buruqlar bağlansın və həmin torpaqlar əhalinin çalışmasına xidmət etsin. Bu isə biz 1% çiklənmədə biz istəyirik ki, amanat bitkisindən istifadə edib bu torpaqdakı təmizlənməni götürək. Amanat bitkisinin bir neçə xüsusiyyətləri vardır. Amarant bitkisinin Yunanca tərcüməsi əbədi deməkdir. Bu bitkinin əsl adı isə Allahın bəxşişidir. Hələ 7000 il, 8000 il bundan qabaq artıq amarant əkilməyə başlamışdır. Onun toxumundan un əldə edilib çörək bişirilmişdir. Bu bitki keçmişlər Meksikada, Peruda, Hindistanda, Qərbi Afrikada əkilmişdir. Amarant dadına görə ənginar və ispanağı xatırladır. Bu bitkinin hindlilər və çinlilər öz qida rasionuna daxil ediblər. Bu bitkinin daxil edilməsi əbəs yerə deyil, çünki bu bitkinin 150 qram gün ərzində yeyilməsi insan orqanizmi üçün çox faydalıdır. Amarantın tərkibində amarantdan çoxlu sayda un məmulatları, çay, yağ hazırlamaq olar. Bu ondan ağızlarına məmulatlardır və amarant mədə bağırsaq olmaqla bir çox xəstəliklərin dərmanıdır. Bu isə ondan hazırlanan dərmanlardır, hansı ki burada elə onların hamısı yoxdur. Təbiətdə amarantın hər bir süpürgəçiyi 5000 dənə malikdir və bu dənələr 9 il müddətində cücərmək qabiliyyətini itirmirlər. Hər bir hektardan 1000 sentner yaşıl kütlə almaq olur. Bunun tərkibində 18%-dən 30%-ə qədər zulal vardır, yüksək keyfiyyətli zulal vardır. Amarant vitaminlərlə və proteinlə zəngindir. Vitaminlərdən ən başlıcası isə A və C vitamini ilə zəngindir. Daha sonra amarantın Azərbaycan iqlimi üçün ən xüsusi keyfiyyət göstəricilərindən biri onun alaq otlarına qarşı dözümlülüyüdür və bu bitki quru iqlim şəraiti və dağətəyi rayonlar üçün əvəz olunmaz hesab olunur. Bizim layihəmiz Savonius külək turbinidir. Savonius külək turbini ilk dəfə 1925-ci ildə Finlandiyalı alim Savonius tərəfindən kəşf olunub. Layihəmizin əsas məqsədi Savonius külək turbinlərinin Azərbaycanda tətbiqi imkanlarından danışmaqdır. Burada gördüyünüz Savonius külək turbininin kiçik modelidir. Bu külək turbini vasitəsilə lampa işıqlanır burada. Savonius külək turbini əvvəllər daha az istifadə olunurdu, lakin indi Savonius külək turbinin səmərəsi artırıldığından bir çox inkişaf etmiş ölkələrdə istifadə olunur və Azərbaycanda da tətbiqi yolları mümkündür. Can I start? Hi, my name is Madalena. I'm from Angola, and our project is about creating electricity by cleaning the environment, and it's based on our country's problems. So here is a farmhouse. It's a farmhouse where we have animals, plants, and we will use the organic material coming from animals and plants to use in the biodigester to produce a gas where will be converted into electricity, so this can illuminate the house. Basically, it's our project, and that's all. Thank you. Salam, mən Ziyadlı Aytaç, Qax şəhər Tofiq İsmailov adına 5 saylı orta məktəb və çağ öyrətimdən gəlmişəm. Mən sizə layihəmizi tanış etmək istəyirəm. Bizim mövzumuz əqli qüvvə və eko evdir. Məqsədimiz isə tam sərfəli və səmərəli olan enerjiden istifadə etməkdir. Bu isə günəş enerjisidir və enerjiyə qənaət etməkdir. Tükənən enerjiden tükənməyən enerjiyə keçək deyirəm mən. Mən sizi layihəmizlə tanış etmək istəyirəm. Mən əvvəlcə nəzərinizə çatdırmaq istəyirəm ki, evimizin tikintisində heç bir daşdan, sementdən, kubikdən istifadə edilməmişdir. Əsasən evimizin dam örtüyü
20 dərəcə meyilli olaraq plastik materiallardan istifadə olunmuşdur. Bir tərəfi şəffaf, bir tərəfi isə tünd materialdan, karbohidratdan istifadə olunmuşdur. Tünd material əsasən enerjini özündə saxlayır və durbaların içərisində yerləşdirilmiş spirallar vasitəsilə yerin altında yerləşdirilmiş akkumulyatora göndərilir. Akkumulyator 3 metr dərinliyində qazılmış və içərisində plastik butulkalar yerləşdirilmişdir və həmin butulkalar, söz açdığımız butulkalar enerjini qoruyub saxlayır və istənilən yerə, evin istənilən hissəsinə, yəni su qızdırmaq üçün və yaxud da evi qızdırmaq üçün ötürülə bilər. Əsasən evimizin işıqlanması səhərdən axşama ta günəş batana dək ev işıqlı olacaq, çünki üstü şəffafdır. Bundan sonra da axşam da gecə ayın şüalarından ev özünə enerji götürə bilər. Evdə qış bağını Aytəc bizə başa saladı. Evdə oksigen çatışmamazlığı olmayacaq. Yəni evin hər yeri bağlı deyə bilərsiniz ki, evdə oksigen çatışmamazlığı ola bilər. Yox, olmayacaq. Çünki burada qış bağı var və qış bağında ağaclar əkilir. Dibçəklər, oksigen üçün yararlı olan dibçəklər əkilmişdir ki, burada da onlarda oksigen verir və havasızlığın qarşısı belə də alınır. Əldə ediləcək nəticələr demək istəyirəm ki, bir ev hər ayda təxminən 400-500 kilokalori saat enerji işlədirsə, bu ev bir qış günündə 200-250 kilovat enerji işlədir. Bu da bizim üçün çox böyük bir qələbədir və evin maddi cəhətdən də istifadə etməlidir. Yəni evdə adi ev 50-60 min manata başa gəlirsə, bu ev təxminən 15-18 min manat civarında pulla tikilmişdir. Qeyd etdiyimiz kimi ev əldə ediləcək, yəni evi tikməkdə məqsədimiz nədir? Yer kürəsində günəş ən buludlu, yağmursuz qış günündə Qaxbaşda, yəni Qaxın bir kəndində ən azı 200-250 watt enerji verilir. Bu enerji tam istifadə olunur. Amma ki, bu evdə təqribi baxası olsaq, enerjini yığır və lazımsız enerjini, yəni çölə ixrac eləmir də, yəni özündə saxlayır. Artıq istifadə olunmur. Göydəki ağ buluddan, yəni ağ buludun enerjisindən də istifadə etmək olar. Belə evlərdən əsasən kitabxanalar və yaxud da ki, kimya laboratoriyaları, fizika laboratoriyaları, biologiya laboratoriyalarında istifadə etmək olar. Amma ki, hər bir laboratoriyanı belə ev kimi fikirləşib, sonra isə bunu bir nə kimi də, sonra bunları bir tavan altında yerləşdirmək olar. Çünki kitabxanalarda əsasən işıqlı yerlərdə oxuduqda kitabı. Kitabları əsasən işıqlı yerlərdə oxumaq lazımdır ki, gözlərimiz xarab olmasın. Bunun üçün də bu evdən kitabxana kimi istifadə etmək olar. Eyni zamanda bu ev 8 bal gücündə zəlzələyə dözümlüdür. Yəni bu evin divarları da, bu şüşələr də qırılmır. Elə şüşələr var ki, adi bir daş, top dəydikdə qırılır, lakin bu şüşələr o şüşələrdən deyil. Başqa eko evlərdən bunun fərqi odur ki, bu ev günəşdən gələn enerjini birbaşa qabil edir və spirallar vasitəsilə aşağıda yerləşdirilmiş akkumulyatora ötürür. Mən bu layihə haqqında sizə məlumat verdi Qax şəhər Tofiq İsmailov adına 5 aylı orta məktəb şagirdləri və çağ öyrətim Qax Araz kursları. Bu ev eyni zamanda hal-hazırda Qaxbaşda tikilir. Hello, my name is Jimmy Munga. I come from Lusaka, Zambia. I am representing Horizon Primary and High School. The project here is an electrical generator. It uses renewable energy. We have the three batteries here, but our two batteries in front, battery 1 and battery 2, are the ones that have the main power. The power goes through the system that we have here on the side, and then through to the inverter. The inverter then changes the power from the 12 volts to 220 volts, where we plug in our outlets here. Using our outlets, we are able to plug in our appliances. For example, we've got a computer here, and then we also have a charger. The charger changes the voltage from 220 volts to 12 volts. The 12 volts charges these two batteries here, which are able to charge each other on their own, but with the help of the solar battery,
we are able to charge 100%, because without the solar battery, they charge maybe 86% at one time, and then the power will keep on reducing. For demonstrative purposes, we could not use a bigger generator. If you would like to plug in more appliances, you would need to get bigger batteries, maybe 24 volts and the like. The system here that we have can only plug in 220 volts and can last 2 years or more. Azərbaycan Respublikasının böyük bir hissəsini meşəllər təşkil edir. Yəni 11,8%-ni. Bizim də layihənin əsas məqsədi meşələrin qlobal əhəmiyyəti barədə məktəblilərin ekoloji biliklərini artırmaqdır. Bunun üçün biz tədqiqat iş apardıq. Və tədqiqatımızın əsas məqsədi odur ki, şərq fıstığının biologiyasını öyrənmək, bunun üçün onun üzərində fenoloji müşahidələr aparmaq, bu müşahidələri bizim apardığımız kimi Qəbələ rayonunun Vəndan meşəliyində və Abşeron şəraitində nəbatət bağında aparmaq və ağacın yaşından və iqlim şəraitindən asılı olaraq şərq fıstığının ləpəsində toplanan yağın miqdarını araşdırmaq və yaşlaşdırmada da istifadə etmək. Bizim əsas məqsəd şərq fıstığından ləpələrindən yağ almaqdır. Bunun üçün Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunun Bitki Ehtiyatları şöbəsində təcrübə apardıq. Əvvəlcə fıstığı qabıqlarını, ləpələrini qabıqlarından təmizlədik. Daha sonra termostatda 105 selsidə qurutduq. Bundan sonra isə üyüdücü maşında fıstıq ləpələrini üyütdük və xüsusi paketlər hazırlayaraq üyüdülmüş ləpələri orada doldurduq. Daha sonrası ekstraktor adlı aparatın, sakset adlı aparatın ekstraktor hissəsinə bu paketi yerləşdirdik və üzərinə paketin üstünə çıxana qədər üzvə eləyici tökdük. Və 3-4 gün ərzində ekstraksiya prosesi getdi və artıq yağ alınmışdır. Bu yağ insan səhhətində böyük önəmlidir və Azərbaycan meşələrinin 32%-ni təşkil edir fıstıq meşələri. Ona görə bu yeyintidə çox istifadə oluna biləcək bir şeydir. Həmçinin yaşlaşdırmada da istifadə etdik. Çünki alimlərin təcrübələrinə görə 1 hektar fıstıq meşəsi ildə 7-8 ton oksigen atmosferə buraxır. Bunların da hamısı fıstıq ləpələrinin alınan yağdan hazırlanmışdır. Explain to you our project. Hi, our project is using the AC's water as a tap water in daily life, and this AC's water is a very good and clean water. So in our model here, the AC is shown and the pipes are connected to a tank, and this model also show us how does the system work and this water is very beneficial water because it is cleaner than a tap water in our city, and in our city water is cutting always, so it's very high temperature city and high humidity, and it is desert. We have no rivers, no lakes, and no rain. So, and we have a very big sea, so humidity is very high. So we use this system to save a water that is seen useless and unbeneficial water to the people in our city. And we have made our experiments on April, when the idea has come to us. Before that, when we see the AC's water dripping on the ground in our garden, so we say, what if we collect this water in demijohns? This bottle is the demijohns. So when we have collected this water to the demijohn, we have found out that in one day in June is the hottest time in Yemen. So we have collected 16.7 liters in June. The temperature in June can go to 45 degrees Celsius, and January the temperature can be 28-32 degrees Celsius. So it is hot. We have collected in the June, I said 16.7, and January we have collected 10.2 liters. So this is for only one AC. And when we have applied this AC in our school, that has 40 ACs, we have collected from the ACs. We have collected about 1.5
tons from all 40 ACs. Our project is very cheap. It is only connecting the AC with the pipes, and this pipe are connected to a tank. The water can be pumped to the upper tanks to use it in as a tap water. So, as he explained to you that it is cheap because we only buy pipes. The tanks and dynamo and ACs are being used daily in Yemen because in all places the water is cut about 8 to 14 hours in a day, and the electricity sometimes cut, so we have generators also to use ACs, and ACs are using 24 hours and the water is dripping away, so it is not using in a beneficial way. And we thought if we just buy pipes and use this system, so we have applied it in our school, and it was very cheap, about just $400, and we will try to enlarge this project to the public places and inshallah to all the city. Thank you. Değerli hocam, mən biləli siz 4 senedir Azərbaycana gəlirsiniz. İNEPO Beynəlxalq Olimpiyadalarla əlaqəli. Burada jüri heyəti olaraq iştirak edirsiniz. Və günbəgün inkişaf edən Azərbaycanı siz necə görürsünüz? Sonra ikinci sualımı sizə verəcəm hocam. Ben bu İNEPO projesini hazırlayan arkadaşlar öncelikle kutluyorum. Bu İNEPO projelerinde Azerbaycan'ın günden güne çok geliştiğini görüyorum. Özellikle benim mesleğim olan mühendislik dalında Kafkas Üniversitesi ile Kafkas Üniversitesi mühendislik dalında yaptığı hizmetleri Azerbaycan'ın geleceğine çok mühim şekilde bir faaliyet olarak görüyorum. Özellikle bu kimya mühendisliğinin çevre olimpiyatlarıyla irtibatının çok derin olması, peşine mekanika veya makine mühendisliğinin olması çok ciddi bir şekilde Azerbaycan'ın geleceğine faydası olacaktır diye düşünüyorum. Tebrik ediyorum hepsini. Teşekkürler. Hocam ikinci olarak dünya üniversiteleri arasında Kafkas Üniversitesi 64. yere çıkıptı. Bununla alakalı sizin düşünceniz, yani bu 15 yıl, 20 yıl içinde kurulan bir üniversite, diye ki 100 sene, 150 senelik üniversiteler arasında gelip 64. yere çıkmasının bir sebep, bir hikmeti neden ibarettir? Onu bir açıklar mısın hocam? Çok güzel bir soru. Çok sağ olasınız bu soruyu sorduğunuz için. Gerçekten 100-150 senelik üniversiteleri geride bırakarak bu seviyeye gelmesinde özellikle yöneticilerin çok samimi ve gayretli çalışmaları gözlenmektedir. Buradaki eğitmenler, öğretmenler, hocalar, bunların hepsi de kendi çaplarında uluslararası tecrübeye sahip insanlar oldukları için bulundukları kurumu da uluslararası seviyeye taşımaktadırlar. Kendileri aynı zamanda mesleklerinde çok iyi insanlar. Hem birkaç dil bilmeleri, hem dünyaya açılıp olmaları ve bunları da kendi kurumlarında yukarılara taşımaktadır. Öncelikle bu işin temelinde insan var. Ondan sonra bu insanların sağladığı imkanlar var. Bu imkanlarla birlikte bir de Azerbaycan'ın kendi insanlarının bunları bağrına basması var. Bu bağrına basmalarıyla bu üç sacaya birleşerek bu başarı gelmektedir. Değerli hocam, 2 sene önce Kafkas Üniversitesi'nde kimya laboratuvarının kurulmasında derinden iştirak ediniz. Yani kurulmasından, yani oradaki masaların alınmasına tutmuş, oradaki cihazların alınmasına tutmuş bir kömeğiniz oldu, bir desteğiniz oldu. Şimdi orada yetişen talebeleri, bu sene geldiniz, üniversitemizi ziyaret ettiniz. Oradaki talebelerle görüştünüz. Nasıl bir emeğinizin behresini görebilirsiniz mi? Ya gerçekten dün öğrencilerle görüştüm. Benim ilk tanıştığım Kafkas'ın ilk öğrencileriyle görüştüm. Hepsi geldiler, beni ziyaret ettiler. Hepsinin gözlerinde şu ışıltıyı gördüm, bu parlaklığı gördüm. Hepsi şu anda 2. sınıftalar ama çoğuları şu anda Azerbaycan'ın şirketleri bunları dört gözle bektir. Kimya mühendisliği özellikle bu Bakü'de sanayinin Sumqayıt'a taşınması olayında şimdi şirketler bizim bu kimya mühendisliğindeki bu öğrencileri dört gözle bekler ki işe alırlar. Bunları kimya mühendisi olarak çalıştırırlar. Çocuklar da bunun farkındalar ve böyle bir heyecan gördüm gözlerinde. Ve bu kimya mühendisliği de özellikle bizim ülkemizde, Türkiye'de
kimya mühendisliği eğitimi çok pahalı, masraflı ve çok büyük yatırım istediği için daha çok devlet bu işleri yapmaktadır. Ama bu Kafkas Üniversitesi'nin böyle pahalı, ağır bir bölümü açması gerçekten Azerbaycan için hatta bu bölgedeki Kafkaslardaki bu ülkeler için harika bir şey bu. Yani sıra dışı bir şey. Bunu tarif edemiyorum yani. Çünkü ancak bunu bizim ülkemizde devlet yapır. Değerli hocam, bir tane de son sorumu soracağım. Şimdi regionda bu Kafkas bölgesini göstersek, Türkiye bölgesi, yani bir bölge olarak görüyoruz burayı. Bu bölgede Kafkas üniversiteler arasındaki yeri ne kadardır hocam? Kafkas Üniversitesi'nin hem devlet hem de özel üniversite yeri sıralanmayla anlatılamaz. Ben birkaç tane örnek vereyim. Mesela Kafkas Üniversitesi bu bölgede çok ciddi master ve doktora eğitim merkezi olabilir. Çok ciddi bir şekilde bu bölgedeki arkadaşların kariyer almalarında bir merkez olabilir. Kafkas Üniversitesi aynı zamanda mühendislik dallarında bu bölgede liderlik yapabilir. Kafkas Üniversitesi zaten rüştünü sosyal bilimlerde ispatlamıştır. Ama mühendislik dalında da çok ciddi adımlar atmaktadır diğer kurumların destekleriyle. Teşekkür ederim hocam. En son olarak kendi bir bilginizi, nereden geldiniz, hangi üniversiteden geldiniz, onu sesli olarak. Ben şu anda Yıldız Teknik Üniversitesi'nden geldim, İstanbul'dan ve dolayısıyla hepinize teşekkür ediyorum. Emeği geçen herkese teşekkür ediyorum.